Hazırda Bakıda, Abşeron yarımadasında və Sumqayıtda davam edən qeyri-sabit hava şəraiti axşam saatlarına doğru tədricən kəsiləcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. Mayın 27-si, 28-i və 29-unda bayram günlərində Bakıda, Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin 27-si səhər yarımadanın bəzi ərazilərində qısa müddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi 29-u axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturunun 23-28 dərəcə isti olacağı gözlənilir. Bölgələrdə də əksər rayonlarda 27-si və 28-də əsasən yağmursuz hava şəraiti olacaq. Lakin 29-u axşam bəzi yerlərdə yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə yağıntıların qısa müddətdə intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Mülayim qərb küləyi bəzi rayonlarda arabir güclənəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 25-30, dağlıq ərazilərdə isə 15-20, bəzi yerdə 25 dərəcəlik isti olacağı gözlənilir.